بسم الله الرحمن الرحيم إن الحمد لله نحمده ونستعينه ونستغفره ونعوذ بالله من شرور أنفسنا ومن سيئات أعمالنا من يهده الله فلا مضل له ومن يضلل فلا هادي له وأشهد أن لا إله إلا الله وحده لا شريك له وأشهد أن محمدا عبده ورسوله صلى الله عليه وعلى آله وصحبه وسلم. Yeni mövzumuza keçirik inşallah. Yeni kitab və kitabımızın adı Və qulu linnəsi husna. İnsanlara gözəl sözdür. Və əvvəlcə mətnə daxil olmamışdan qabaq bu mətnin müəllifi haqqında istəyirəm az da olsa məlumat verim. Çoxumuzun tanıdığı Misirdən olan elm əhli, alim, deməli, Şeyx Muhammed bin Said Raslan Hafizahullahdır. Deməli, Şeyx Raslan Hafizahullah Misirdə olan sələfi elm əhlidir, alimdir, Allah onu qorusun. 1955-ci ildə anadan olmuşdur. Və Şeyx Hafizahullah Əzhar, elə Misirdə Əzhar Universitetinin həm dünyəvi olaraq fakültəsini oxumuş, həm də dini fakültələr üzrə bitirmişdir Hafizahullah və bir çox alimlərdən də dərs alıb, hal-hazırda da Misirdə yaşayır. Allah Teala'dan diləyirəm ki, Allah Teala şeyximizə və digər alimlərimizə də ömürlərini itaət üzrə artırsın, uzatsın və onun elmindən də bizləri faydalandırsın. Və bu risalə də qardaşlar, kiçik olsa da çox faydalı və mühüm məsələlərdəndir. Bugün ümmətə lazım olan vacib məsələlərdəndir. Və niyə görə lazımdır? Çünki əxlaqi məsələləri özündə cəm edib. Əsasən insanların əxlaqına toxunan məsələlərdəndir və insanın həqiqətən də qiyamət günü sorğu-sual olunacağı şeylərdən biri də onun ağzından çıxardığı kəlamlardır, yəni danışdığı sözdür. Və necə ki, risalənin özündə də qeyd olunacaq inşallah, hansı ki, bu danışılan şeylər ona görə də dil özü kiçik olsa da, onun cinayət məhəlli böyükdür. Ona görə insan diqqətli olmalıdır. Və fikir verəcək ki, inşallah bu risalənin özündə də yəni bu məsələyə çox diqqət olunur. Əgər insan dilini qorusa, yəni həyatındakı digər problemlər də düzəlir. Həm imani, yəni həm dini olaraq, həm əxlaqi olaraq, həm də dünyəvi olaraq. Və bu risalənin oxuyarkən, yəni gedişat bu cür olacaq ki, şeyxin risaləsini oxuyarkən, yəni bunu oxuyub sonra tərcüməsini və gərəkirsə əgər biraz da izah verəcək inşallah. Deməli, bismillah, risaləmizin adı Və qulu linnəsi husnə. Allah Taalanın ayəsi ilə bağlıdır ki, insanlara gözəl söz de. Və Şeyx Rahimehullah buyurur ki, şə'nul kəliməti fil İslam. Yəni İslamda kəlimənin şəni. Və buyurur ki, fəqad daraballahu Teala el-məsəl fi kitabihil aziz lil kelimətit tayyibəti vəl kelimətil xabisə. Və biz bilirik ki, yəni insanın yəni həyatında olan o kəlmələr, danışdığı şeylər iki yerə ayrılır. İmmə bu kəlam gözəl kəlamdır, tayyibdir və immə xabisdir. Və buyurur ki, Şeyx Rahimehullah, Allah Teala öz uca kitabında sözü iki yerə ayırıb, kəlamı iki yerə ayırıb və bununla misal çəkib. Yəni, xoş söz, buna deyirlər əl-kəlimətut tayyibə vəl-kəlimətul xabisə. Gözəl söz, təmiz söz və xəbis söz. Buyurur ki, fəl-kəlimətut tayyibətu kəşşəcərətit tayyibə. Allah Teala nəyə oxşadır gözəl sözü? Gözəl ağaca oxşadır. Asluha thəbitun və faru'aha fis-səmā. Tu'ti ukulaha kullə hinin biizni rabbihə. Və bu gözəl söz Allah Teala bizə misal çəkərkən ayə indi inşallah zikr edəcək şeyx. Və buyurur ki, xoş sözün kökü nəyə bənzəyir? Möhkəm olan, kökü möhkəm olan, yerdə olan, budaqları isə göyə ucalan xoş bir ağac kimidir. Rəbbinin izni ilə hər zaman öz bəhrəsini, səmərəsini və meyvələrini verir. Xoş sözü Allah Teala bu cür bənzədir. Vəl-kəlimətul xabīthətu kəşşəcərətil xabīthə ectuthət min fəvqil ərdi mə ləhə min qarar. Pis söz isə, Allah Teala misal verir pis sözə, yerin üzərində kökü olmayan, sabit olmayan, dayağı olmayan pis bir ağac kimidir. Və sonra Şeyx Rahimehullah ayələri zikr edir ki, Allah Teala İbrahim surəsinin 24-cü ayəsindən 27-ci ayəsinə qədər bu bənzətməni zikr edir. Buyurur ki, Əuzubillahimineşşeytanirracim. Ələm tərə keyfə daraballahu məsələn kəlimətən tayyibətən kəşəcərətin tayyibə əsluhə thəbitun və fər'uhə fis-səmə.
Allah Teala buyurur ki, Allahın necə misal çəkdiyini görmürsənmi? Gözəl söz, kökü yerdə möhkəm olan, sabit olan, budaqları isə göyə ucalan gözəl bir ağaca bənzəyir. Tu'ti ukulaha kulli hinin biizni rabbiha. Və o ağac ki, Rəbbinin izni ilə neyniyir? Öz bəhrəsini hər zaman insanlara verir. Və buyurur ki, وَيَضْرِبُ اللّٰهُ الْأَمْثَالَ لِلنَّاسِ لَعَلَّهُمْ يَتَذَكَّرُونَ. Və Allah insanlar üçün misallar çəkir ki, bəlkə düşünüb ibrət alsınlar. وَمَثَلُ كَلِمَةٍ خَبِيثَةٍ كَشَجَرَةٍ خَبِيثَةٍ اجْتُثَّتْ مِنْ فَوْقِ الْأَرْضِ مَا لَهَا مِنْ قَرَارٍ. Və Allah Teala sonra buyurur ki, pis söz isə yerdən qoparılmış, kökü olmayan və qərarı olmayan, sabit olmayan bir ağaca bənzəyir. Yusəbbitullahu ellezine amanu bil qawli thəbiti fil hayati dunya və fil axirə və yudillullahu zaliminə və yef'alullahu ma yəşə. Və sonra buyurur ki, Allah iman gətirənləri həm dünya həyatında, həm də axirətdə möhkəm bir sözlə sabit edər. Allah zalimları haqq yoldan azdırar, Allah istədiyini edən deyir. Və sonra buyurur ki, Şeyx Hafizəhullah, Qalil-Alləmətus Sa'di, Sa'di rahimehullah. Şeyx Sa'di rahimehullah buyurur ki, Yəqulu Teala, Ələm tərə keyfə daraballahu məsələn kəlimətən tayyibə və hiyə şəhədətü ən la iləhə illallah. Allah Teala buyurur ki, xoş söz üçün bir məsəl çəkdi. Yəni, xoş sözə məsəl çəkdi. Nə dedi? O həmin xoş söz nədir, qardaşlar? Şeyx Sa'di rahimehullah buyurur ki, la iləhə illallah kəlməsidir. Və furu'uha kəşəcəratin tayyibə və hiyyən nəxlə. Asluha thabitun fil ard və far'uha munteşirun fis səmə və hiyyə kəthirətun nəf'i daimən tu'ti ukulaha əy thəmərətəhə kullə hinin biidni rabbihə. Və buyurur ki, xoş bir ağac kimidir o xoş söz və bu xurma ağacıdır. Kökü möhkəmdir, yəni yerdə sabitdir, budaqları isə göydədir, yəni yayılmışdır. Bu ağac hər zaman xeyri bol olandır və hər vaxt öz meyvəsini, öz bəhrəsini verəndir. Öz bəhrəsini verəndir. Və sonra buyurur ki, فَكَذَلِكَ شَجَرَةُ الْإِيمَانِ أَصْلُهَا ثَابِتٌ فِي قَلْبِ الْمُؤْمِنِ عِلْمًا وَاعْتِقَادًا. Və bu, eləcə də nəyə bənzəyir, qardaşlar? Buyurur ki, eyni ilə iman ağacı da bu cürdür. İman ağacı harda olur? Müminin qəlbində, elm və etiqad olaraq. İmanın qəlbindəki o, insanın, müminin qəlbindəki o iman, o ağacın kökünə bənzəyir. Ki o iman sənin üçün köktür. Asluha thabit. Və o əsl sabit müminin qəlbində, möhkəmdir. Və far'uha və onun budaqları isə minəl kəlimit tayyibi vəl-aməl salihi vəl-əxlaqil mərdiyyə vəl-ədəbil həsənə vəl-ədəbil həsənə fis-səmə daimən yəs'adu iləllahi minhu minəl ə'məl vəl-əqval əlləti tuxricuhə şəcərətul iman mə yəntəfi'u bihil mu'minu və yəntəfi'u bihi qayruh. Və iman necədir müminin qəlbində? O ağacın kökü kimidir. Qəlbində müminin sabitdir və yaxşı onun budaqları nələrdir? Far'uha fis-səmə, yəni onun budaqları nələrdir? Müminin imanının budaqları gözəl söz deməsidir, gözəl söz danışmasıdır, salih əməl etməsidir. Fikir verin, qəlbindəki o kök, budaqları isə nələrdir? Salih əməllərdir və razı qalınan əxlaqdır. Və razı qalınan əxlaqdır və ədəbdir, gözəl ədəbdir. Və bu da həmişə neyniyir? Fissəmə, yəni daimən Allah Taalaya yüksəlir bu şeylər. Müminin etdiyi, o imanın gərəkdirdiyi o salih əməllər daimən Allaha yüksəlir. İstəyir əməl olsun, istəyir söz olsun. Hansı ki, o ağaçdan çıxmışdı, o kökdən, imandan çıxmışdı. Və bununla da neyniyir? Və bunlardan da müminin həm özü bəhrələnir, səmərəsini görür, həm də başqalarını faydalandırır. Və fikir verin, Şeyx Hafizəhullah necə gözəl misallar gətirir. Və sonra buyurur ki, وَيَضْرِبُ اللّٰهُ الْأَمْثَالَ لِلنَّاسِ لَعَلَّهُمْ يَتَذَكَّرُونَ. Və Allah Teala insanlar üçün misallar çəkir ki, bəlkə düşünüb nəsihət qəbul etsinlər. Şeyx buyurur ki, لَعَلَّهُمْ يَتَذَكَّرُونَ مَا أَمَرَهُمْ بِهِ وَنَهَاهُمْ عَنْهُ فَإِنَّ فِي ضَرْبِ الْأَمْثَالِ تَقْرِيبًا لِلْمَعَانِ الْمَعْقُولَةِ مِنَ الْأَمْثَالِ الْمَحْسُوسَةِ.
Şeyx buyurur ki, onlara əmr etdiyi və onları qadağan etdiyi şeylər haqqında fikirləşsinlər. Çünki misallar çəkməkdə, Allah Taala'nın misallar çəkməkdə ağla batan mənəvi mənaları hiss edilən nümunələri yaxınlaşdırmaq var. Hiss edilən o şeyləri yaxınlaşdırmaq var. Və sonra buyurur ki, və yətəbəyyənul mə'nə əlləzi əradəllahu qayətəl bəyan. Və bununla da nə olur? Allahın murad etdiyi məna tam aydınlığı ilə üzə çıxır, asanlaşır, başa düşür ki, Allah Taala nə demək istəyir, bizdən nəyi tələb eləyir. Yəni Allah Taala tələb eləyir bizdən ki, sənin ki o imanın qəlbdə olduğu müddətcə və əməllərin o səmaya yüksəldiyi, yəni şaxələndiyi müddətcə o budaqları da nədir? Salih əməllərdir ki, onlar da Allaha tərəf yüksəlir. Allaha tərəf yüksəlir. Və buradan çıxaracaq fayda da odur ki, möminin nə qədər ki, sənin qəlbində o imanın kökü varsa, mütləqdir ki, o sənin zahiri əməllərinə fayda verməlidir. Zahiri əməllərinə təsir etməlidir. Zahiri əməllərinə təsir etməlidir. Və sonra deyir ki, ثُمَّ ذَكَرَ ضِدَّهَا və sonra Allah Taala onun əksini, yəni birinci kəlmə nə oldu? La ilahe illallah, tövhid, iman. Və bundan sonra Allah Taala bunun əksini zikr eləyir. Bu da nədir? Və hiyə kəlimətul kufri və furu'uha. Allah qorusun. Və bunun da əksi olaraq kəlimətut tayyibənin əksi nədir? Xabitə. Xəbis olan kəlmə nədir? Allah Taala muradı odur ki, yəni küfür və ondan şaxələnən şeylər. Və ondan şaxələnən şeylər. Və Allah Taala buyurur ki, "Və məsəlu kəlimətin xabisətin kəşşəcəratin xabisə." Və pis bir kəlmənin misalı isə yerdən qopar, yəni kökü olmayan və qərarı olmayan, heç bir dayağı, sabitliyi olmayan pis bir ağac kimidir. Xabisətil mə'kəli vəl mət'ami və hiyə şəcəratul hanzali və nəhvəhə. Yəni burada misal gətirir ki, Şeyx Hafizəhullah, yəni bu ağac ki, o pis ağac və dadı və meyvəsi, yeyilməsi pis olan bir ağacdır. Və buna Şeyx Hafizəhullah misal gətirəndə deyir ki, deməli, şəcəratul hanzali. Hanzal bilirsiniz nədir qardaşlar? Bir meyvəyə oxşayan bir şeydir. Meyvəyə oxşayan bir şey. Sarı və yaşıl rənglərin qarışığından, üzərində sarı və yaşıl rəngli qarışıqlar var və bu heç vaxt yeyilmir. Çünki çox pis, acı və yeyilməyən bir dadı olur. Və Şeyx Hafizəhullah bunu misal olaraq gətirir. Və sonra deyir ki, ictusət, yəni qoparılmış. Hədihi şəceratu min fəvqil ardi mə ləhə min qarar. Əy min thubutin fələ uruqa tumsikuhə və lə thəmərətə salihətə tunticuhə. Bəl in vucidə fiyhə thəmərətun fəhiyyə thəmərətun xabisə. Yəni deyir ki, Şeyx Hafizəhullah, yəni o elə bir ağacdır ki, onun heç bir səmərəsi yoxdur, heç bir faydası yoxdur. Yəni xeyirli meyvə verməz. Hətta əgər onda bir meyvə tapılsa belə, o da pis bir meyvədir. O da nədir? Pis bir meyvədir. Salih bir meyvə deyil yəni. Kəzəlikə kelimətul kufur. Və eləcə də küfür də bunun kimidir qardaşlar. Vəl məasi. Günahlar da bunun kimidir. Leysə ləhə thubutun nafi'un fil qalb. Onun möminin qəlbində heç bir faydası, sabitliyi və kökü yoxdur. Və lə thəməru və lə tuthmiru illə kullə qavlin xabith və amelin xabith. Və bu kəlmədən yalnız bir pis söz və sahibinə zərər verən, lakin heç bir fayda verməyən pis əməllər hasıl olur. Və Allahın yanında da ondan heç bir salih, yəni Allahın yanına da ondan heç bir salih əməl yüksəlməz. Ona insanın özünə fayda verər, nə də ki başqasına. Və sonra buyurur ki, "Yusəbbitullahu-llezine amenu bil-qavli sabiti fil hayati dunya və fil axirə və yudillullahu zalimin və yef'alullahu ma yasha." Allah Taala buyurur ki, Allah Taala iman gətirənləri dünyada da, axirətdə də sabit qalan bir sözlə, yəni la ilahe illallahla möhkəmləndirər. Allah zalımları azdırar, Allah istədiyini edəndir. Yuxbiru Teala, Allah Taala xəbər verir. Ənəhu yusəbbitu ibadəhul müminin. Allah Taala mömin qullarını sabit edəcək. Əy əlləzina qamu biha aleyhim minəl imanil qalbi ət-tam əlləzi yestəlzimu a'malal cavarihi və yusmiruha. Allah Taala xəbər verir ki, o mömin qullarını sabit edir. Yəni o kəslər ki, onlar üzərlərinə düşən kamil qəlb imanını yerinə yetiriblər. O iman ki, bədən üzvlərinin salih əməllərini və onların bəhrəsini tələb eləyir. Hə? O iman sənin qəlbində varsa, qardaş, o Allahın haram etdiyi şeylər sənə xəbis görsənməlidir. Uzaqlaşmalısan. Uzaqlaşmalısan. Çünki sabit imanın, o gözəl sözün sənin qəlbində yer tapması bunu gərəkdirir.
Bəli. Və buyurur ki: "Feyusabbituhumullahu fil hayatid dunya inde vurudi şubuhat bil hidayeti ila'l yaqin." Və həmən möminlər ki, Allah Taala onları qəlblərindəki imanlara görə neynibdir? Onları hidayət verir, dünyada da, axirətdə də. Möminlərə nə vaxt ki, şübhə gəlir, Allah Taala öz hidayətini yetirir və onları yəqinliyə aparır. Və ində urudiş şəhavati bil iradətil caziməti alə təqdimi mə yuhibbuhullahu alə həvən nəfsi və muradihə. Və şəhvətlərdə də bu cürdür. Allah Taala o möminlərə yardım eləyir. Nə qədər sən o qəlbindəki imana fikir verəcəksən, Allah Taalanın o günahlarda, o şəhvətlərdə sənə yardım gələcək. Hansı ki, sən istəkli şəkildə o şəhvətlərə düşsən belə, Allah Taala səni hara yönəldəcək? Ondan qorxuya yönəldəcək. Sənin öz Allahın sevdiyi şeyi nəfsin istəklərindən və arzularından üstün tutacaq sənə. Yəni elə eləcək ki, o kömək sayəsində, Allahdan gələn kömək sayəsində sən o nəfsinin istəklərindən və arzularından Allahın sevdiyi şeyləri daha üstün tutacaqsan. Bax, belə Allah Taala insanı sabit eləyir, qardaşlar. Və fil axirəti indəl mevt. Allah Taala axirətdə insanı necə sabit eləyir? Möminləri. Və fil axirəti indəl mevt. Təsəvvür et ki, ölüm zamanı. Bis-səbati aləd-dinil İslami vəl xatimətil husnə vəl xatimətil həsənə. Allah Taala ölüm ayağında insanın ən zəif yeri, qardaşlar, yadınızda saxlayın. İnsanın ən zəif məqamı ölüm məqamıdır. Çünki heç bir insan ölmək istəmir, qardaşlar. Və o ən zəif məqamda insan ən gücsüz məqamıdır. Və imanın, həqiqi imanın ortaya çıxdığı zamandır. Allah Taala fikir verin, səni sabit saxlamasa və sən bu dünyada etdiyin əməllərin müqabilində Allahın yardımı gəlir. Sən bu məqamda sabit qalmasan, artıq işlər çətinləşir. Fikir verin, Allah Taala möminləri ölüm ayağında da sabit saxlayır İslam dini üzərinə və onlara gözəl sonluq verir. Hətta bundan sonra və fil qabri, hətta səni qəbrində də sabit saxlayır. İndə sualil mələkeyn bil cavabis sahih. Yəni o ki, mələklər gəlirlər, Allahdan afiyyət diləyirik. Yəni mələklər gəlir neynirlər? Səni soruşurlar, soru-sual edirlər səni və o səhih cavab, doğru cavablar verməkdə Allah sənə yardım edir. Və buyurur ki: "İzə qilə lil meyyit", meyidə sual verildikdə ki: "Mən rabbuk və mə dinuk və mən nəbiyyuk." Səndən soruşurlar, Rəbbin kimdir? Dinin nədir? Sənin peyğəmbərin kimdir? Hədəhum lil cavabis sahih. Subhanallah. Allah sənə hidayət verir. Hətta o məqamda ki, niyə görə hidayət verir? Yaxşı. Dünyadaykən Allah o həmən o imanın kökü sənin qəlbində olduğuna görə və onun şaxələri, budaqları, gözəl söz, əxlaq, ədəb, salih əməllər budaqlandığına görə. Bir verin, qardaşlar. Bi ən yəqulul mümin və bununla da mömin Allahın yardımı ilə cavab verir. Rabbiyallah və diniyəl İslam və Nəbiyyi Muhammedin sallallahu aleyhi və səlləm. Cavab verir ki, Rəbbim Allahdır, dinim İslamdır və Peyğəmbərim isə Muhammed sallallahu aleyhi və səlləmdir. Bəli. Və sonra buyurur ki, və yudillullahu zalimin anis-savabi fid-dunya vəl-axirə və mə zalamahumullahu vəlakin kanu anfusahum yadlimun. Allah Taala zalimləri necə azdırır? Hansı ki, dünyada və axirətdə doğru cavabları verə bilmirlər. Yəni, o qəbirdə necə ki, mömini sabit saxlayırsa, kafiri misal Allah Resulü sallallahu aleyhi ve sellem onları misal çəkəndə nə deyir? Onlar haqqında kafirlər, mələklər hansı ki, onlara endiyi zaman, bu sualları soruşduğu zaman Rəbbin kimdir, dinin nədir? Onlar deyirlər ki, yəni danışa bilməyəcəklər, qardaşlar. Allahdan afiyyət edirik. Və bunlar dünyadaykən etdiyi əməllərdən ötürdür bu. O əməllərin müqabilidir. Çünki Allah Taala buyurur ki, və mə zalamahumullah vəlakin kanu anfusahum yadlimun. Onlara Allah zülm eləməz. Allah quluna zülm eləməz axı. Niyə? Allah adildir. Lakin onlar dünyadaykən öz nəfslərinə zülm edən kəslər idilər. Və sonra buyurur ki, və qad bəyyənən nəbiyyü sallallahu aleyhi və səlləm qadral kəlimətit tayyibə və qadral kəlimətil xabithə. Allah Resulü sallallahu aleyhi və səlləm xoş kəlmənin dəyərini və pis kəlmənin aqibətini bəyan edərək buyurur. Fəqalə sallallahu aleyhi və səlləm İnnəl abdə. Diqqətli olaq, qardaşlar. Hər kəlamında bu hədisin dəhşətdir vallahi. Hər kəlamında möminlər üçün ibrətlər var. Buyurur ki, Nəbi sallallahu aleyhi ve sellem İnnəl abdə ləyətəkəlləmu bil kəliməti min ridvanillahi la yulqi ləhə bələn
yerfa'uhullahu biha dərəcətin. Yaxşı kəlmə danışan, həqiqətən qul Allahın razılığına səbəb olan elə bir kəlmə danışar ki, özü buna o qədər də yəni əhəmiyyət verməz. Lakin Allah bu kəlməyə görə onun dərəcələrini yüksəldər. Bunun əksi olarsa nə olacaq? Və innəl abdə ləyətəkəlləmu bil kəliməti min səxatilləhi la yulqi ləhə bələn yəhvi bihə fi cəhənnəm. Və bunun əksi olaraq qul neynir? Allah talanın qəzəbinə uğrayacaq. Qəzəbinə səbəb olan elə bir kəlmə danışar ki, ona heç əhəmiyyət verməz ki, bu danışdığı kəlmə Allahın qəzəbini qazandırır, ya qazandırmır. Lakin deyir, o kəlməyə görə qul cəhənnəmə yuvarlanar. Allahdan afiyyət diləyirik. Və hədisi Buxar rəvayət etmişdir. Və başqa yerdə sallallahu aleyhi və səlləm buyurur ki, Fīmə rəvahə anhu Əbu Hureyra radiyallahu anhdan rəvayət edir ki, İnnəl abdə ləyətəkəlləmu bil kəliməti mə yətəbəyyənu fīhə yəzillu bihə ilən-nəri əb'ədə mimmə beynəl məşriqi vəl-məğrib. Muttəfəqun aleyh. Buxar Müslimin ittifaq etdiyi hədislərdəndir. Buyurur ki, sallallahu aleyhi və səlləm, həqiqətən qul nəticəsini tam düşünmədən elə bir hərəkət eləyər ki, elə bir hərəkət yox, elə bir kəlmə danışar ki, o kəlməyə görə cəhənnəmdə məşriqlə məğrib arası məsafə qədər, məsafədən də daha uzağa sürüklənər. Məşriqlə məğribin arası, subhanallah, ondan da uzaq məsafəyə cəhənnəmə sürüklənər. Allahdan afiyyət diləyirik. Və İmam Nəvavi rahimehullah Müslimin şərhində buyurur ki, Mə'nə yətəbəyyənu əy yufəkkiru ənəhə xayrun əmlə. İmam Nəvavi rahimehullah deyir ki, nəticəsini tam düşünmədən, hansı ki Allah Rasulü nə dedi? O insan nəticəsini fikirləşmir ki, bu şey dediyi şey Allahın razılığını qazandırır, yoxsa qəzəbini. Yəni bu nə deməkdir? Yəni o həmin insan o kəlmənin xeyir yoxsa şər olduğu barədə düşünmədən danışır. Ona görə mömin insanın sifətindən deyil bu qardaşlar. Mömin hər kəlməsinə diqqət edən insandır. Və həmçinin Hafiz deməli İbn Həcər rahimehullah buyurur ki, Peyğəmbər sallallahu aleyhi və səlləmin bu hədisində olan mə yətəbəyyənu fiyhə, yəni özünün bilmədiyi söz danışar dedikdə nə qəsd olunur? Yəni deyir ki, لا يثبتها بفكره ولا يتأملها حتى يتثبت فيها فلا يقولها إلا إن ظهرت المصلحة في القول. Buyurur ki, o kəlmə haqqında tam aydınlığa sahib olmadan sözünün mənası nə deməkdir Peyğəmbər sallallahu aleyhi ve sellemin? Yəni onun mənasını araşdırmadan, öz fikrində onu dəqiqləşdirmədən və üzərində düşünmədən danışmaqdır. Belə ki, insan danışdığı sözün faydalı olduğu aşkar olmadığı müddətcə o sözü danışmamalıdır. Sən ağzından çıxartdığın şeylərə fikir ver, qardaş. Fikir ver ki, sənin çıxartdığın o kəlamlar Allahı razı salır, yoxsa yox. Razı salır, yoxsa yox. Və sonra buyurur ki, وَعَنْ Bilal ibn Harith el-Muzani. Buyurur ki, Bilal ibn Haris el-Muzani'dən gəlir ki, Allah ondan razı olsun, radiyallahu anhu, Ənə Rasulullah sallallahu aleyhi ve sellemə qal. Allah Rasulü sallallahu aleyhi ve sellem demiştir. İnnər rəculə لا يتكلم بالكلمة من رضوان الله تعالى ما كان يظن أن تبلغ ما بلغت يكتب الله له بها رضوانه إلى يوم يلقاه. Həqiqətən bir kişi Allahın razılığına səbəb olan elə bir kəlmə danışar ki, o kəlmənin savabı baxımından hara qədər çatacağını xəyal edə bilməz. Xəyal belə etməz. Lakin o danışdığı gözəl sözün nəticəsində Allah həmin sözə görə özü ilə qarşılaşacağı günə qədər onun üçün öz razılığını yazar, subhanallah. Qiyamət gününə qədər. Allahın razılığı var artıq səndə. Və bunun əksi olaraq, sallallahu aleyhi və səlləm buyurur, Və innər rəculə ləyətəkəlləmu bil kəliməti min səxatilləh mə kənə yəzunnu ən təbluğa mə bələqat yəktubullahu ləhu bihə səxatahu nəsəllaha səlamətə vəl-afiyə yəktubullahu ləhu bihə səxatahu ilə yevmi yəlqahu. Və buyurur ki, əksi olaraq, başqa bir kişi, başqa bir nəfər elə bir söz danışar ki, Allahın qəzəbinə səbəb olan elə bir kəlmə danışar ki, o kəlmənin hara qədər gedib çatacağını ağlına belə gətirməz ki, mənim sözüm Allahın qəzəbinə səbəb olur. Lakin Allah həmin sözə görə özü ilə qarşılaşacağı günə qədər onun üçün öz qəzəbini yazar. Allahdan afiyyət diləyirik. Əxrəcəhu Məlik fil Muvatta və Tirmizi və qalə hədithun həsən sahih. Və hədisi İmam Məlik özünün Muvattasında və Tirmizi
Həsən Sahih demişdir və Şeyx Albani hədisi səhihləşdirib. Və buyurur ki: "Və fi hadihi'l ahadis bayanun şafin bi şa'nil kelimə və ayna təbluğu bi sahibiha min dərəcət er-ridvan fil cinan in kanat tayyibatan və keyfə tehve bi liqaiha dərakatin fi'ş-şiqai ve'n-nar in kanat xabisatan." Və buyurur ki, Şeyx Hafizəhullah, bu hədislər kəlmənin, yəni danışığın, sözün önəmi, xoş kəlmə olarsa sahibini cənnətin razılıq dərəcələrindən hara çatdıracağını, pis kəlmə olarsa söyləyəcəyi bədbəxtlik və cəhənnemin ən aşağılarına necə yollanacağını izah edən gözəl bir izahdır. Peyğəmbər sallallahu aleyhi və səlləmin bu hədislərindən söhbət gedir. Və bunu etdikdən sonra Şeyx Hafizəhullah buyurur ki: "Əlfazul ibadi muhsatun aleyhim." Yəni qulun, insanların, Allah Taala'nın qullarının ağzından çıxartdıqları o ləfzlər hesablanır, yazılır qardaşlar. Və sonra buyurur ki: "Laqad əxbərallah azza və cəllə fi kitabihil kərim ennə əlfazul ibad muhsatun aleyhim." Allah Taala öz Kərim kitabında, uca kitabında xəbər vermişdir ki, bəndələrin dediyi hər bir söz onların əleyhinə sayılır və qeydə alınır. La yeniddu minha anil ihsa'i lafzun. Və Allah Taala'dan bu hesab heç bir söz, bu hesablama və qeydiyyatdan kənara qalmır. Və uca Allah buyurur ki: "Mə yelfizu min qawlin illə ledeyhi raqibun atid." Yəni dediyi hər bir sözün yanında onu qeydə almağa hazır olan bir gözətçisi var. Sənin hər bir sözün yazılır. Ağzından çıxardığın, istər xeyir olsun, istər şər olsun, hər bir söz yazılır. Yəni şeyx buyurur ki: "Ey hadirun ma'hu la yaghibu anhu." Yəni sən narahat olma. Ağzından çıxartdığın hər bir kəlmə var. Mələk sənin yanında hazırdır qardaş. Ondan heç bir kəlmə belə qeyb olmaz. Və sonra buyurur ki: "Qala İbn Kəsir rahimehullah." İbn Kəsir rahimehullah buyurur ki: "Mə yelfizu." Yəni hazır olan ey İbn Ədəm. Yəni sənin Adəm, yəni insan ləfz elədiyi, kimin ləfz elədiyi? Ey Adəm oğlu, səndən söhbət gedir. Adəm oğlunun ləfz elədiyi hər bir şey. Min qavlin kəlməsi isə Allah Taala'nın ey mə yetəkəlləmu bi kelimətin. Sənin danışdığın hər bir şey. Sənin dediyin hər bir söz. Adəm övladı, sənin işlətdiyin hər bir kəlmə Allah qatında mələklər tərəfindən yazılır, yanında hazır olan. İllə lədeyhi raqibun atid. Ey illə və ləhə mən yerqubuha mu'iddun lidəlikə yektubuha. La yetruku kelimətən və la harakətən. Və o mələk ki, sənin yanında hazır durubdur, heç bir kəlməni, heç bir hərəkəti yazılmamış buraxmaz. Necə ki, Allah Teala başqa ayədə buyurur ki: "Və innə aleykum ləhafizin, kiramen katibin, ya'lemun ma tef'alun." İnfitar surəsində Allah Teala buyurur ki, şübhəsiz ki, sizin üstünüzdə gözətçilər var, mələklər var, hörmətli mələklərdir. Onlar sizin nə etdiklərinizi bilirlər. Yəni elə bir şey yoxdur ki, onu yazmasınlar. Və sonra buyurur ki, alimlər və qad ixtələfəl uləmə alə qavleyn. Baxmayaraq ki, burada bir qovlu zikr ediblər. Deməli, buyurur ki, alimlər iki qovl üzərinə ixtilaf ediblər. Mələklər yazır deyəndə nə qəsd olunur arkadaşlar? Yəni, ağızdan çıxan hər bir şey yazırlar, yoxsa hansı ki, sənə xeyir qazandıran, savab əməlləri yazıb və günah qazandıran şeyləri yazırlar. Alimlər bu iki şey arasında ixtilaf ediblər. Buyurur ki, həl yektubul mələk kullə şeyin minəl kələm. Mələklər hər danışılanı yazırmı? Və buyurur ki, hər danışılanı yazır rəyində olan alimlərdən Həsən el-Basri və Qatadə və bir neçə İslam alimləri bu fikirdə olmuşlar ki, bütün hər şey yazır. Hətta siz mübah olan şeyləri danışsaz belə yazırlar. Hansı ki, mübah nədir? Onun nə etsən nə günah var, nə savab var. Lakin İbn Abbas radiyallahu anhuma isə deyir ki, onlar ancaq günahları və savabları yazırlar. Vallahu Teala a'ləm. Ayənin zahiri isə onu göstərir ki, Şeyx Hafizullah buyurur ki, və zahirul ayə əl-əvvəl. Yəni, ayə birinci rəyi dəstəkləyir.
Çünki ayə ümumidir. Allah Teala nə buyurur? Mə yelfizu min qavlin illə ledeyhi raqibun atid. Mə yelfizu. Nə danışırsa yazılır. Burada savabdan və yaxud da günahdan söhbət getmir. Hətta mübah olan şeylər belə danışsan yazılır qardaş. Və İbn Qayyim rahimehullah Mədaricis Səlikində buyurur ki: "Və qad ixtələfəs sələf həl fi haqqihi kalamun mubahun mustawi mutasawi at-tarafayn ala qawlayn zəkarahuma İbn Munzir və qayrihim." Və deyir ki, İbn Qayyim rahimehullah sələf ixtilaf ediblər. Alimlər ixtilaf ediblər. İnsan üçün hər iki tərəfi bərabər olan, yəni nə xeyri, nə ziyanı olmayan mübah bir kəlam varmı? Diqqətli olaq. Biz bildik ki, alimlər o rəydə olublar ki, bəli, mübah da yazılır. Məsələn, insanların əşyanın adını çəkməsi. Məsələn, adi stəkan və yaxud da qələm, dəftər. Yəni bunlar, bunun nə savabı var, nə günahı var. Mübah kəlmələr. Lakin İbn Qayyim deyir ki, alimlər ixtilaf ediblər ki, mübah kəlmələr varmı görəsən? Ya o şeylər ki, nə xeyri var, nə də ziyanı. Və bu barədə İbn Munzir və başqalarının zikr etdiyi iki rəy var. Birincide buyurur ki, ennehu la yahlu kullu ma yetekallamu bihi imma en yekuna lehu ev aleyhi ve leyse fi hakkihi şey'un minel kelami la lehu ve la aleyh. Buyurur ki, onlardan birincisi odur ki, insanların danıştığı her bir söz onun ya xeyrinədir, ya da ziyanına olur. Onun üçün nə əleyhinə, nə də əleyhinə olmayan heç bir kəlam yoxdur. Və buyurur ki, enne hərəkətil lisani dilin hərəkəti bil kələm, yəni bir şeylə danışmaq, hərəkət etdirmək, la təkunu mütəsaviyyətət tərəfeyn. Yəni dilin hərəkəti hər iki tərəfi bərabər, neytral olan bir hərəkət deyil. Əksinə, o ya üstün, ya da aşağı tərəfə hərəkət edir. Nə deməkdir bu? Ya üstün, ya aşağı tərəfə hərəkət edir. Yəni ki, qardaşlar, dil ya sənə xeyri danışdırır, ya da şəri danışdırır. Mümkün deyil. Çünki dilin başqa orqanlardan fərqli bir xüsusiyyəti var. Çünki dilin elə bir xüsusiyyəti var ki, qardaşlar, bu digər bədən üzvlərində yoxdur. Hansı ki, fikir versək hədisdə nə deyir? Adəm övladı səhərə çıxdıqda bütün bədən üzvləri dilinə boyun əyərək ona deyirlər, müraciət edirlər. Dilə. Bizim barəmizdə Allahdan qorx. Subhanallah. Başqa bir əzalara bu deyilirmi? Xeyr. Lakin dil barəsində deyir ki, İttəqilləhə finə. Bizim barəmizdə Allahdan qorx. Fə innəmə nəhnu bikə. Çünki biz sənə bağlıyıq. Fə in istəqamtə, istəqamnə. Bizi əgər sən doğru olsan, biz də doğru olacaq. Və in vəcəctə, vəcəcnə. Əgər sən əyilsən, əyri yola sapsan, biz də sapacaq. Və insanları burunları üstə cəhənnəmə sökülən ən çox dillərinin pislikləridir, qardaşlar. Sözlərinin nəticələridir. Dilin tələffüz etdiyi hər bir şey ya Allah və Rasulunu razı salan bir şeydir. Belə olduqda o üstün olur, üstün olan salih əməldir. Ya da ki, belə deyil, bu halda aşağı, zərərli və faydasız olan bir əməldir. Bu digər bədən üzvlərinin hərəkətindən fərqlidir. Çünki insan digər üzvləri hər iki tərəfi bərabər olan mübah işlərdə hərəkət etdirməklə rahatlıq və mənfəət tapa bilər. Və bu icazə verilib. Çünki bunda onun üçün mənfəət var və axirətdə ona bir zərər yoxdur. Lakin dilin fayda verməyən şeylərdəki hərəkəti isə yalnız zərərdir, qardaşlar. Ona görə Şeyx Hafizullah buyurur ki, fətəəmməlhu, bunu fikirləş. Yəni, insan nə qədər danışırsa, mələklər də madam ki, yazırsa, ona görə sənin üçün ən xeyirli olanı susmağındır, qardaşlar. Əbəs yerə danışmamağı. Çünki sən nə qədər faydasız kəlam edəcəksən, mübah şeylər danışsan belə, sən qiyamət günü o yazılan var, o yazılan yazılar Allaha ərz olunacaq, qardaşlar. Sən əməl dəftərini, o yazılan o dəftəri doldurmuşsan. Hər birindən Allah Taalada sorğu-sual olunacaqsan, hər bir danışdığın şeyə görə. Hər bir danışdığın şeyə görə sorğu-sual olunacaqsan. Ona görə mübah belə olsa az danışmağı seç. Baxın, Peyğəmbər sallallahu aleyhi və səlləm Abu Hureyranın rəvayət etdiyi hədisdə buyurur ki, Mən kənə yu'minu billahi vəl yevmil əxiri. Kim Allaha və axirət günə iman gətirirsə, fəlyəqul xayran əv liyesmut. Ya xeyir danışsın, ya da lal olsun. Lal olsun, danışmasın. Çünki bəzi alimlər gətirir ki, buradakı samt nə deməkdir?
Yəni susmaq yox. Susmaq çünki danışandan sonra dayanmağa susmaq deyirlər. Lal olmaqdır, lal. Danışma. Əgər danışmamışdan qabaq möminin əməli nədir? Fikirləş. Sənin bu danışdığın şey sənə dünya və axirətdə fayda verəcək yoxsa yox? Və bu şeyi fikirləşdikdən sonra əgər fayda verəcəksə danış. Əgər fayda verməyəcək, sənin əleyhinə olacaqsa, bil ki, Allah qarşısında sorğu-sual olunacaqsan. Lal ol, dilini hərəkət elətdirmə. Və əgər bu mübah olan şeylərdəndirsə, yenə də bunda ehtiyat elə. Çünki danışılan hər şey Allah qatında hesab alınır və mələklər hazırdır, yazır. Ona görə də Allahdan diləyirəm ki, ağzımızdan çıxan hər bir şeyə diqqət etməyi bizə nəsib eləsin, sorğu-sual hesaba çəkməyi və sonra danışmağı nəsib eləsin. Çünki möminin əsl olaraq dili qəlbinin arxasındadır qardaşlar. Mömin danışdığı şeyi öncə fikirləşir, sonra danışır. Münafiqdə isə bu fərqlidir. Münafiq ağızdan çıxardır, sonra fikirləşir. Hətta fikirləşmir. Ona görə də Peyğəmbər sallallahu əleyhi və səlləm bizə xatırlatdığı o nəsihəti hər zaman yadımıza salmaq faydalıdır. Danışmadan öncə, əməl etmədən öncə nəfsini hesaba çək, fikirləş. Danışdığın haqqdırsa, insanlara faydalı, özünə faydalıdırsa danış. Yoxsa dilin səni Allah qorusun, nəuzu billah, cəhənnəmə sürükləyər. Və bu günlük inşallah ki, bu qədər kifayət eləyər. Vəlhamdülillahi rabbil aləmin.